Bu günləri də bu xəbərdə çox gündəmə olubdur. İnsanların sosial şəbəkələrdə paylaşdığı, danışdığı məsələlərdən biridir. Sizin də bəlkə qarşınıza çıxıbdır. İlham Əliyevin nəvəsi, daha doğrusu nəvəliyi idi, deyilir, Əminə Əliyeva. Bəziləri bildirir ki, İlham Əliyevin öz oğludur. Bu, yəni dedikodulardırmı, gerçəkdirmi? Buna toxunmaq istəmirəm. Əminə Əliyeva. Bu qız Kung Fu üzrə dünya çempionu olubdur, etdiriblər bunu. Bilmirəm, qarşınıza çıxdımı Sevinç xanım sizin? Dünya çempionu olub Əminə Əliyeva və Bəli, nəsə Kung Fu üzrə deyəsən İtaliyada, bəli. İtaliyada bir yarış keçiriblər. Baxırsan ki, onun rəqibi bundan cüssəlidir və elə bu qız onu vurur, o isə yola verir. Siz yarışı görmüsünüz, mən görməmişəm yarışmanı. Bəli, bu ona qarşılıq vermir və axırda da hakim Əminə Əliyevanın əlini belə qaldırır ki, qalib oldu. Bunun rəqibi də aşağıda, amma bu gülür. Sevinir. Bilmirəm niyə sevinir bunun rəqibi. Ucuzluğuna görəmi? Yəni dünya çempionu olmadığına görə sevinirmi? Onu görməmişəm. Yəni razılaşdırılmış bir şeydir. Bu bir tərəfi, bu biabırçılıqdır. İkinci bir biabırçılıq. Uşağa ad günü hədiyyəsidir də yəqin. Ola bilər bəlkə də. İkinci biabırçılıq odur ki, bugün dünənləri axşamda qayıdıbdı. Bakı hava limanında Dövlət Sərhəd Xidmətinin generalları onu qarşılayıbdı. Təsəvvür edirsiniz? Çox, mən baxdım, utandım. Uşağı qarşılayır, nə bilim, öpür, gül dəstəsi və general uşağa gül dəstəsi gətirir. Generallar, 2-3 dənə DSX-nın generallar. Yəni bu başqa generaldan baxdım formalarını, bu Dövlət Sərhəd Xidmətinin generalıdır. Yəni bu hərbiçi deyil, gömrük deyil. Dövlət sərhədinin generalları da, yəni belə də kiminsə prezidentə çıxışı olan bir uşaqdır. Ona görə nə bilim şahzadə kimi qəbul edirlər. Şahzadələrdir də. Yəni bu prezident deyil axı, bu kral ailəsidir. Kral ailəsinin üzvü şahzadədir. Şahzadə kimi. O bir kino var, bir film var. Diktator. Görməmisiniz onu? Bəli, komediya. O diktatorda yadımıza gəlir, onun yarışması var. Necə qaçır, traslar. Qaçır. Güləli, tapancayla. İndi diktatorun qalib gəlməsidir də. O uşaq, uduzan uşaq ona görə sevinir ki, şükür ola, keçdi üstümdən, uduzdum, yaxşı ki, başa çatdı. Həqiqətən bunlar biabırçılıqdır. Kral dediniz, Sevinç xanım, elə Elçin Quliyevə gəlirik biz. Elçin Quliyev Böyük Britaniyada səfərdə olubdu. Atçılıqla bağlı orada at deməli göstərişləri, at yarış deyil, at hərəkətlərinin və atçıların nümayiş oldu və Böyük Britaniyanın kralı ilə bir yerdə oturublar. Ekranda birinci şəkildir, efirə verə bilərsiniz. Bu ayrı bir biabırçılıqdır ki, yəni müdafiə naziri olmaq istəyən nazir, Dövlət Sərhəd Xidmətinin rəisi, yəni ölkənin xarici ilə əlaqəli olan bir şəxsdir də həmçinin bu. Bu ingilis dilini bilməlidir də. Bu tərcüməçi ilə oturur, tərcüməçi ilə danışır kralın arasında vasitəsilə. Bu ayrı bir biabırçılıqdır. İndi də müdafiə naziri olmağa hazırlaşırsa. Və Paşayevlərdə öz təsdiqini tapmasının yəni görüntüsü, Sevinç xanım, zəhmət olmasa bir də ekrana verin, mən nəyə göstərmək istəyirəm. Yəni hansını? Elə birincini, eyni şəkli. Bu 2 milyondan çox izləyicisi olan Instagramda Leyla Əliyeva şəxsən rəsmi profilində bunu paylaşıbdır. Yəni öz adamları, öz komandası, öz tayfası olmayan adamı Leyla Əliyeva paylaşmazdı. Leyla Əliyeva öz profilində 2 milyonluq izləyicisi olan profilində bunu paylaşır və fəxrlə paylaşır. Yəni bu hazırlıqlar da yəni, bu atların ona dəxli, yəni aydındır ki, orada Qarabağ Atçılıq Federasiyasının prezidentidir. Hə, yəni ki, o xəttlə gedib, amma hər halda istənilən halda, yəni təkcə heç kral 3-cü Charles'la yox, digər kral ailəsi üzvləri ilə də və s. yəni belə deyək də, necə olub ki, başqaları buna icazə veriblər getməyə, özü biz bilirik onlar buna necə hamısı qısas, daha doğrusu qısqanclıqla yanaşırlar, yəni bu da maraqlıdır. Atçılıq Federasiyasının prezidentidir Elçin Quliyev və bir neçə dəfə də səfərdə olubdu. Yəni burada mən açıq deyəcəm, çəkinib eləmirəm. Nədən çəkinəcəyik? Aydındır, bildim nə deyəcəksiniz. Aydındır, başa düşdüm. Bəli. Böyük Britaniyanın kralının Azərbaycan prezident ailəsi ilə yaxın münasibətləri var və birgə alış-verişləri də olubdu. Mən şəxsən Londonda çəkilişini də etmişdim. Böyük Britaniya kralının Əliyev ailəsindən aldığı
mülkü də göstərmişdim, sənədləri də göstərmişdim. Onunla bağlı Böyük Britaniyanın kral ailəsinin maliyyə işlərinə baxan açıqlama da vermişdi ki, biz bilmirdik ki, bunu kimdən almışıq. Yəni bu kimin olduğunu bilmirdi, öyrəndik və s. Yəni bu söhbət ortaya çıxmışdı. Və Elçin Quliyevlə görüşməsi də göstərir ki, yəni Azərbaycan hakimiyyətinin, konkret prezident ailəsinin, Azərbaycan prezident ailəsindən deməli Böyük İki Britaniyanın kral ailəsinin iki kral ailəsinin görüşü, bəli, və bu da təsadüfi deyil. Deməli bu görüşdən sonra dünən yoxsa bu günlər idi. Həmin kral Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib, təbrik məktubu göndəribdi. Mən baxdım, dedim bayram təbrik məktubunu. Hə, dedim bayram təbriki, nə bayramını görən, Novruz deyil, yəqin 28 may nəzərdə tutulur. Amma bayramın adı çəkilmir məktubda. 8 gün sonra olacaqdı. Yəqin bu təşəkkür məktubudur, bilmirəm. Yəni Əliyev bəlkə mükafat hansısa bir hədiyyəmi göndəribdi, başqa məsələlərlə bilmirəm. Xeyriyyə, pul yatırıb. Nə hədiyyələrdirmi? Ona thank you note deyirlər. Çox sağ ol notu. Harasa pul verirsən, sənə məktub gəlir ki, çox sağ ol, pul çatdı. Məktub yetişdi söhbəti də. Novruzəlinin məktub göndərməsi. Başqa mən bir şey tapa bilmədim. Yəni bir başqa bir oxşarlığı da deməli Səudiyyə Ərəbistanından da elə şey. ABŞ prezidenti İlham Əliyevə 10 aprel tarixində Novruz bayramı təbriki göndərmişdi. Bilmirəm, baxmısınız. 20 gündən sonra. Böyük Britaniyanın Azərbaycan hakimiyyətinin axı bir problemi də yaşanır bu son bir neçə gündə. Zəngəzur adlı Azərbaycan tankeri, hansı ki İlham Əliyev özü fəxrlə demişdi ki, bizim Qaradənizdə öz mallarımızı daşıyan tankerimiz var, tankerlərimiz var. Mən özüm tapşırıq vermişəm, özüm tapşırmışam. Bəli, özüm tapşırıq vermişəm. Böyük Britaniya artıq sanksiyaya düşüb o Zəngəzur tankeri ki, sən Rus mallarını daşıyırsan. İlham Əliyev özü açıq dillə deyir, yalana baxın siz deyir. Heç o cümləni işlətməsin ki, Azərbaycan mallarını daşıyan tankerlər o sözü işlətmədə barı. Bunun üstündən keç də, sən başqasının mallarını daşıyarsansa, barı demək ki, Azərbaycan mallarını daşıyan tanker. Belə bir narahatçılıq da var. Yəni biz baxın, eyni ölkədən danışırıq. Yəni məgər bunu Britaniya hökuməti görmürmü? Yəni Azərbaycan hakimiyyətinin əslində özünü kral ailəsi kimi aparması. Və əslində bunlar doğrudan da özlərini kral ailəsi hesab edir də. Yəni krala olar. Kraldır, lüt də olsa krala olar çünki o kraldır. Ona görə bəli, bu əslində ciddi bir ismarıcdır. Özdəki Rusiya qarşı olan, Rusiyanın təxminən 100-ə yaxın gəmisinə olan sanksiya paketidir. Onun içərisindən Azərbaycanın tankerin çıxması və yeri gəlmiş ki, üstündən artıq neçə gün keçir, bir 5 gün olar da. Bir reaksiya siz gördünüzmü? Bakıdan bir reaksiya varmı ki, səhv olub, olmayıb? Məsələn, Xarici İşlər Nazirliyinin bəlkə bir reaksiyası olsun. Makron oradan bir askıran kimi bunlar dərhal uzun bir palaz yayırlar ki, yalandır, askırdın. Reaksiya görmüsünüzmü? Yox, mənim qarşıma çıxmadı. Sanksiyaya. Təbii ki, Fransa ilə... Mən də görməmişim. Mən də heç nə rastıma çıxmır. Mən də daim hər gün xəbər lentindəyəm. Hər şeydən yazılar, amma sanksiya güya heç olmamış kimi. Heç nə yoxdur. Əliyev üçün Böyük Britaniya başqadır, Fransa başqadır əlbəttə. Böyük Britaniya ilə böyük əməkdaşlığı olub, alışları, verişləri, neft kontraktları. Amma hazırki Böyük Britaniya hökumətinin görsənir ki, Əliyevə bir neçə qulaq vurması olub. Bir, konkret bu tankerlə bağlı açıqlaması, sanksiya salınması, 5 nəfərin adının sanksiya salınması. İkinci bir siyasi mesaj da veribdir. Mən nə ilə əlaqələndirirəm? Bu tankerin Böyük Britaniyanın sanksiya siyahısına düşməsindən bir gün sonra, 2 gün sonra deməli, Böyük Britaniyanın Azərbaycandakı səfiri Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlini qəbul edib, ondan bir səmimi görüntülərlə görüş keçiribdir. Nədən danışıblar? Azərbaycandakı problem, siyasi məhbuslar və s. Amma mən uzun bir vaxtdan idi ki, Böyük Britaniya səfirinin, yəni bir xeyli vaxt idi ki, hələ belə bir repressiv bir durumda
görüş keçirməsi, dəstək ifadə etməsini mən görməmişdim. Yəni görsənir ki, Böyük Britaniya deyir ki, yəni mən müxalifətə də dəstək verə bilərəm. Bu mesajı verir sadəcə. Mən inanmıram. Mən üçün yəni qərb dövlətlərinin bu təşkilatlar başqa, AŞKA başqa, nə bilim insan hüquqları təşkilatı başqa, nə bilim bu təşkilatlar başqa, amma dövlət rəhbərlərinin konkret indiki və indiyinə qədər olan dövrdə Əliyevlə münasibətlərində səmimiyyət görməmişəm. Çünki həm də onlar da Azərbaycan xalqını bir güclü görməyiblər, müxalifəti güclü görməyiblər. Yəqin ki, indi Böyük Britaniya səfiri sadəcə hökumət adından mesajı belə veribdi. Baxmayaraq ki, Azərbaycanda istər hansısa bir partiya, müxalifət partiyası yəni güclü deyil. Bundan sadəcə bir mesaj veribdi ki, mən görüşürəm, görüşə bilərəm, mən dəstək verə bilərəm. Bilirsiniz, Təbii ki, burada Əliyev onun bunu mesaj kimi qəbul edir, ciddi qəbul etmir. Çünki Hı. yəni Böyük Britaniya yaxud da hansısa dövlət Azərbaycanda müxalifətə bundan sonra güc verə bilməz. Yəni Bəli. nəyisə Mən qaldıra burada bir bilməz. neçə məqama toxunmaq istərdim. Buyurun. Yəni Britaniya səfirinin AXCP sədri Əli Kərimli ilə olan görüşü ilə bağlı. Bu da mənim şəxsi təxminlərimdir. Əvvəla bir məqam Tofiq Yaqublunun aclıq aksiyasıdır. Düzdür, siz deyə bilərsiniz ki, o gün o görüş ki keçirilirdi, mən bilən artıq ya aclıq başa dayandırılmışdı. Yəni bu da ola bilər. Yəni 5-ci günə salır, 5 gün sonra əvvəldən həminki günə qədər vəziyyət dəyişmiş ola bilər. Mənə elə gəlir ki, bu məqam var. İkinci məqam ondan ibarətdir ki, Britaniya özü dəyişir. Britaniyanın xarici kursu dəyişməkdədir. Yəni ciddi dəyişikliklər keçməkdədir. Məsələn, Amerika Birləşmiş Ştatlarının özünü bir müddət Avropadan kənarlaşdırmasından sonra Avropa özü-özünə belə deyək, başına bir yerə toplaşdı ki, biz nələrsə dəyişməliyik, güclənməliyik və bu işdə, bu prosesdə də aparıcı rol, liderlik Londona məxsusdur. Və biz və Keir Starmer həqiqətən çox cəsarətli addımlar da atır, bəyanatlar da verir. Yəni həqiqətən Putinlə bağlı, Rusiya ilə bağlı, ümumiyyətlə bu alyansı bir araya gətirmək, yəni heç kəsin şübhəsi yoxdur ki, hər halda siyasi rəhbərlik Keir Starmerdadır. Üçüncüsü ondan ibarətdir ki, Britaniya həm də Avropaya yaxınlaşır. Məsəl üçün, bu günlər Avropada yeni qanun müzakirə olunmaqdadır, yeni islahatlar aparılmaqdadır ki, o Brexitin keçirilməsindən 5 il sonra Britaniya yenidən hansısa sahələrdə Avropa Birliyinə qayıtmış olur, yaxud münasibətləri bərpa etmiş olur. Həm iqtisadiyyat, ticarət, həm də belə deyək, pasport rejimi ilə bağlı. Məsələn, əvvəl Britaniya pasportun vardısa, sən Avropa ölkələrində 3 ay qala bilərdin. İndi isə bunu uzatmaq istəyirlər. 6 ay mı olacaq, 9 ay mı olacaq, müddətsizmi olacaq? Bax, bunlar müzakirə. Yəni, faktiki olaraq onlar Brexiti nə üçün edirdilərsə ki, rədd olsun mühacirlər, istəmirik Avropanı, nə qədər olar Avropa gəlir Britaniya. Bu saat bunun tam əks prosesi getməkdir. Və mən isə burada Prezident Trump olması faktoru çox böyük rol oynadı ki, dəstək, yəni sanki güc verdi bunlara ki, bu yola getməyək, bunun əksini etmək lazımdır. Bolqarıstanda seçkilər görürük, Polşada seçkilər, İspaniyada, yəni bunlar hamısı öz başlarından çarə qılmağa çalışırlar. Yəni bu baxımdan bugünkü Britaniya, mən sizlə razıyam ki, hələ 6 ay əvvəlki Britaniya deyil. Britaniya belə məsələlərdə çox low-key, səssiz, səmirsiz idi. Biz görmürdük ki, məsəl üçün, aclıq edən adam Tofiq Yaqublunun bundan əvvəl də aclığı olmuşdu, 5 il əvvəl. Gedin, görüşün, keçirin, danışın. Nə ABŞ gedirdi, Britaniya görsən ki, getmirdi. Qubad Vadoğlu ilə görüş, belə deyək, ABŞ səfiri görüşürdü, Britaniya səfirindən səs-səmir çıxmırdı. Yəni Britaniyanın özünün də dəyişməsi məncə burada faktoru var. Amma istənilən halda mən də o əlaqəni görürəm ki, Zəngəzur tankeri buradan deməli sanksiya düşür, buradan isə sən AXC müxalifət liderinə görüş keçirirsən. Yəni biz bilirik ki, Azərbaycan rəhbərliyi necə qısqanclıqla yanaşır. O kimlərsə bunu sistem müxalifəti falan adlandırsa da, amma yəni bu faktor ki, Əliyev həqiqətən qəzəblənir, qıcıqlıdır. O görəndə ki, xaricilər deyək ki, Tofiq Yaqublunun adını çəkir, yaxud müxalifətin adını çəkir, həqiqətən əsəbləşir. Onlar nələrsə qarşılıqlı addımlar ata bilir, BP-nin başı ağrıya bilir. Məsəl üçün, deyək ki,
Heydər Əliyevin məzarını ziyarət etməlisən. Bax bunu protokola salıblar. Bu görünməmiş bir şeydir. Niyə görə? Bunu çox az adam poza bilir. Yəni sən həqiqətən arxanda bir güc olmalı ki, sən deyəsən ki, bir sənə var. Mən gedəcəyəm 20 yanvar şəhidlərini yad edəcəm, amma Heydər Əliyevin məzarına getməyəcəm. Bunu edənlər var, amma təəssüf ki, onların sayı çox deyil və mən sizlə bu baxımdan razıyam ki, həqiqətən də bu Britaniya diplomatiyası üçün cəsarətli bir addımdır və ola bilsin ki, hansısa həm də bir siqnaldır ki, biz fərqindəyik Azərbaycanda baş verənlərlə bağlı, biz fərqindəyik ki, jurnalistlər, hüquq fəalları, siyasətçilər necə repressiya olunmaqdadırlar. Biz fərqindəyik ki, Tofiq Yaqublu necə etiraz, ölüm aksiyası keçirməkdədir və s. və axır. Yəni bütün bunlar bunu bilməyin həm də bir göstəricisi kimi başa düşülə bilər. Və Əliyev öz elçisi olan Elçin Quliyevi Londona kralla görüşə belə mükafatlarla, hədiyyələrlə göndərməsi də mən düşünürəm həm də bununla irəli gəlir. Çünki mən şəxsən yəni Böyük Britaniya, Azərbaycan, Əliyev ailəsi əlaqələrini də bir baxıram, baxmışam uzun illərdir. Kral ailəsindən başqa Əliyev ailəsinin Böyük Britaniyada bir siyasi bir dayağı yox, ciddi siyasi dayağı yoxdur. Yəni var kimlərsə nə alıb, verib və s. amma ciddi bir siyasi dayağı yoxdur. Ona görə belə bir problem əsnasında da Britaniya-Azərbaycan hakimiyyəti arasında yarananda deyir bəlkə Britaniya kral ailəsi öz nüfuzundan istifadə edib nələrsə yeri gəlsə yəni də bir Əliyevə xeyrinə bir şey eləyə bilər. Yəni bunu istədim ki, qeyd edeyim. Və gəldik beləliklə təyinatlarla bağlı biz bugün göz gəzdirirəm öz notlarıma. Mən biləm biz əsasən belə deyək də Azərbaycanda həbsdə olan jurnalistlər onlara 11 il, 12 il iş istəmir, 10 il iş istəmir. Mən bir məsələdə toxunmaq istədim icazənizlə Sevinç xanım. Baxın indi İlham Əliyevin qılıncının qabağı da, arxası da kəsən bir vaxtdadır. Pulu çoxdur, öz yerindədir. Dünya, Avropa dövlətləri Putinlə savaşır, vuruşur və yəni vətəndaşlarımız yox, biz siyasətçilər, vətəndaşlar, xalq ümumiyyətlə yetim bir vəziyyətindədir. Yəni bilmirəm indi siz bəlkə xatırlayarsınız yoxsa yox. İstər indi həbsxanada olan bir neçə siyasətçinin adını çəkəcəm. Tofiq Yaqublu şəxsən özü ilə həm şəxsi, həm də efirdə canlı yayımlarımız vaxtı, həm Azər Qasımlı ilə, həm digərləri ilə indi mən müxalifətdə olan bəzi şəxsiyyət siyasətçilərlə, hətta canlı efirlərdə görüşlərimiz zamanı ümidləri həmişə belə idi ki, xeyri, təşkilatçılıqla, təşkilatlanmaqla bir şey olası deyil, olmayıbdır və bundan sonra olmayacaqdır. Yeganə çıxış yolu və biz bunu gözləyirik ki, dünyada siyasət dəyişəcəkdir və Əliyevə beynəlxalq ciddi təsir olacaqdır. Ondan sonra da yəni bu da yaxın zamanda olacaq. 1 ilə, 2 ilə, 3 ilə bu olacaqdır. Onu deyən vaxtı indi Allah qapılarını açsın, həbsxanada olan siyasətçilər 3 il bundan qabaq deyildilər, 2 il bundan qabaq deyildilər. Hələ müharibə, Ukrayna-Rusiya müharibəsi başlayan vaxtı deyirlər ki, bitdi, daha Putin devrilir. 1 il, 2 il, 3 il. O vaxtı da mən yəni bu fikirlə razı deyil idim ki, bu xaricdən təsir olacaq Əliyevə və də o da geri addım atmağa məcbur olacaq. Baxın, indi biz görürük, mən indi düşdüyümüz durumu izah etməyə çalışıram. Bəlkə də siz məndən Sevinç xanım razılaşmaya bilərsiniz, izləyicilər biraz bəlkə fərqli münasibət göstərəcəkdir. Baxın, Əliyev artıq indi bütün dünyanın Putinlə əlləşdiyi, vuruşduğu bir vaxtda bütün diqqətlərdən uzaq olan Əliyev kimlərlə əlaqə saxlayır, kimlərlə münasibətlərini yaxşılaşdırır? Orta Asiya ölkələri, Şərq ölkələri, Ərəb ölkələri, Çin prezidenti, yəni Çin dövlətinin sədri ilə görüşür, Taylanddan, Vyetnamdan görüşlər keçirir, Səudiyyə Ərəbistanla əlaqələrini yaxşılaşdırıb, Birləşmiş Ərəb Əmirlilərindən tez-tez gəliş-gedişlər, telefon danışıqları olur. Artıq heç belə görsənir, yavaş-yavaş Rusiya təsirindən də çıxmağa çalışır İlham Əliyev. Yəni
mən gələcək biraz bədbin danışmaq istəmirəm, amma səhərsi gün bizə Qərb də kömək eləməyəcək, eləyə bilməyəcəkdir. Çünki Əliyev artıq onların sözünü eşitməyə də bilər. Güya belə deyək ki, Azərbaycan Türkmənistan olsa, nə olacaqdı ki? Türkmənistan güya Qərb, Avropa siyasi dairəsi Türkmənistana təsir edə bilər? Qazaxstana təsir edə bilər? Heç Gürcüstana təsir edə bilmir. Hansı ərəb ölkəsinə təsir edə bilər? Hansına? Yəni hansı bir şərq ölkəsinə təsir edə bilər? Həmin ölkələr avtoritar ölkələrdir. Yəni ümidimiz özümüzə qalıbdır. Yəni biz çox səhv strategiya olub Azərbaycan müxalifətinin, siyasətinin, siyasətçilərin ki, yəni də bu Qərbin təsiri olacaqdır. Biz Avropanın göbəyində deyilik. Biz Macarıstanda deyilik axı. Yəni bu bir coğrafi baxımdan da bir yerləşmək var axı. Yəni biz nə Serbiya deyilik, nə Macarıstan deyilik, nə Bolqarıstan deyilik ki, Avropa yeri gələndə yaxşı təsir edə bilsin Azərbaycana, yəni bu ölkəyə nüfuz edə bilsin, təsir edə bilsin. Heç Avropanın içərisində olan öz avtoritarı ilə Avropa yəni yola gedə bilmir. Orban istədiyini eləyir. Uzun illərdir hakimiyyətdədir. Yəni bu reallıqları qəbul etmək lazım idi hələ çox əvvəldən. Bunları biz görməli idik, ümidli olmamalı deyilik. Nə olsun, o vaxtı da ABŞ-ın təsiri güclü olan vaxtı Azərbaycana uzaqbaşı bir yəni onunla əməkdaşlıq edən bir siyasi məhbusu azadlığa çıxarda bilirdi uzun təsirlərdən sonra. Bunun ancaq gücü ona çatırdı. Yəni bədbin çıxış etmək istəmirəm, amma yəni bizim çarəmiz özümüzdəyik. Yəni gec də olsa biz amma başlamalıydıq təşkilatçılığa və birliyə. Yəni təəssüf hissi ilə bunları qeyd etmək istədim. Bilmirəm, sizin də fikirləriniz maraqlı olar. Təşəkkür edirəm sizə. Minnətdaram. Tural bəy, Azad Söz media resursundan biz Tural bəy Sadıqlı ilə danışırdıq. Çox sağ olun. Sağ olun Sevinç xanım. Gecəniz xeyir. Sağ olun. Yox, hələ yatmırıq. Hələ başqa mövzularımız da var və əvvəldə anons etdiyim kimi biz qayıdacağıq İlham Əliyevin Macarıstan səfərinə və eyni zamanda sizə ABŞ Senatında keçən çox maraqlı debatları göstərəcəm. Gəlin əvvəlcə baxaq görək nə baş verdi İlham Əliyevin Macarıstan səfərində lider Orbanla bərabər. Baxırsınız, mən bu sistemdə sadəcə olaraq təzəyəm, ona görə yavaş-yavaş öyrənirəm. Biraz əvvəl Tural bəy mənə bunları göstərib. Ona görə deyəsən təzədən Tural bəyə müraciət etməli olacağım, çünki tapdım. Gəlsin, izləyək. Yəni baxın, bunlar hamısı o qədər gülüncdür ki, yəni baxız, deyirəm də, əvvəldə sizə danışdım, məktəbdə bir xatirə dəftəri var idi. Uşaqlar arasında onu paylayırlar ki, cavab yaz, nə bilim, hansı rəng xoşuma gəlir, hansı musiqi xoşuna gəlir. Yəni bu bilirsiniz uşaq söhbəti, bu bağça söhbətidir. Bizi nə birləşdirir, bizi o birləşdirir ki, sizin də dənizə çıxışınız yoxdur, bizim də dənizə çıxışımız yoxdur. Biz müharibə aparan tərəflə qonşuyuq, hərəmiz bir tərəf. Yəni bu uşaq bağça söhbətidir. Əslində nə baş verir? Nədir bağlayan həqiqətən də Əliyev hakimiyyətini Orban hakimiyyəti ilə, şəxsən Əliyevin özünü şəxsən Orbanın özü ilə?
həqiqətən də güclü bağlar var. Biz bunları görməyə bilərik, amma bu bağlar mövcuddur. Deyir, oğru oğrunu kənardan tanıyar. Diktator da diktator kənardan tanıyır. Və bu diktator klubunun özünün qaydaları da var. Özünün idealları var, özünün modelləri var. Məsələn, necə ki, Azərbaycanda Əliyevlər hakimiyyətin atadan oğula, bir ailə üzvündən digər ailə üzvünə ötürülməsinin modelini yaradıblar. Ata Əliyev hakimiyyəti oğul Əliyevə ötürdü. Bu bir modeldir. Biz etiraf etməliyik ki, bu Azərbaycanın dünyada, avtoritar dünyaya etmiş olduğu bir töhfədir. Bir təlim kitabçasıdır ki, bunu bu cür etmək olar. Bu baxımdan Orban da Avropa üçün yəni pis mənada bir məktəbdir. Necə edə bilərsən ki, hakimiyyətdə qalasan? Yadınıza gəlir, o bir Şahzadə kitabı var idi, Machiavelli'nin. Necə etməlisən ki, hakimiyyətdə qalasan? Bunları boğ, öldür, qarşısını al və s. Bunlar özləri indi bunlar Machiavelli deyirlər, amma hər halda bir model yaradıblar. Urbanizasiya, urbanlaşdırmaq. Məsələn, belə bir təhlükə var idi ki, Amerika urbanlaşa bilər. Yəni, Avropa ölkələri üçün. Yaxşı ki, təkrar edənləri yoxdur, amma bir model, bir president var. Və baxın, Əliyev hakimiyyəti ilə Orban hakimiyyətinin etdikləri bənzərliklər. Eyni şeyləri edirlər. Məsəl üçün, mətbuatla bağlı. Macaristanda əməlli başlı müstəqil, azad mətbuat var idi. Orban 10 il əvvəl ölkə lideri olandan sonra seçki ilə, başqa məsələ ki, o seçkini necə qazandı, hansı narrativlə, milliyyətçiliklə, başqalarına, başqa xalqına nümayəndələrinə, qadınlara, LGBT və s. nifrət aşılamaqla ki, biz birinciyik. Bax, İlham Əliyev nə deyir? Azərbaycan birincidir regionda. Nəyə görə birincidir? Nəyə əsasən birincidir? Sən təqaüdçünə cəmsi 200 manat pul verirsən, acından qırılır. Nəyə əsasən birincidir? Yəni, bu hakimiyyətdə qalmaq narratividir. Mən qazandırdım, mən etdim, mən güclüyəm, bizim ölkəmiz yaxşıdır, başqaları düşməndir. Eynisini Orban edir. Macaristan yaxşıdır, Avropa pisdir. Yəni, baxın, Macaristan Avropa Birliyinin üzvü ola-ola Avropanı pisləyir, tənqid edir. Ondan uzaqlaşmaq istəyir. Nəyə görə hakimiyyətdə qalmaq üçün? Eyni korrupsiya sxemləri Azərbaycanda, Macaristanda, siyasi partiyalarla bağlı etdi ki, ümumiyyətlə mətbuatın başına gətirdikləri eynidir. Elə bir ki, eyni təlim kitabçasından götürüblər. Azərbaycanda və Macaristanda. Bilirsiniz, mümkündür, mən bunu əsla istisna etmirəm ki, onlar həqiqətən də bir-birlərlə məsləhətləşib edirlər. Biri digərinin təcrübəsindən itələnərək, öyrənərək bunu edirlər. Azərbaycanda mətbuatın başını necə edirlər? Əməlli başda Azərbaycanda azad olmağa çalışan mətbuat var idi. Mən özüm xatırlayıram, mənim atam prezidentin mətbuat katibi idi. Birinci prezidentin birinci mətbuat katibi. Necə Azərbaycanda mətbuat yaranırdı? ANS yaranmışdı, qeydiyyatdan keçmişdi. Turan İnformasiya Agentliyi, nə qədər televiziyalar və s. açılırdı, müstəqil. Bunun üçün pul verməyə ehtiyac yox idi. Kimsə gətirib Osman Mirzəyə pul verməyəcəkdi ki, ANS açmaq. Bu gülüncdür. Açılırdı, lisenziyalar alınırdı, milli tezliklər alınırdı. Hər kəs bir mediadır. Siz baxsanız 90-cı illərdə 1900 Sovet mirasından çıxmış, yəni Sovet İttifaqında ümumiyyətlə azad heç nə olmayıb. Azad biznes olmayıb, ticarət olmayıb, mətbuat olmayıb. Amma eyni zamanda 90-cı ildə bizim bəyənmədiyimiz mütəllif dönəmdə siz nə qədər mətbuatın qeydiyyatdan keçdiyinə baxsanız və bugünlə müqayisə etsəniz, bugün heç kəs qalmayıb. Hamını bağlatdırıblar. Ya özün öz xoşunla bağlayacaqsan, bu yaxınlarda Turan İnformasiya Agentliyində olduğu kimi, ya səni həbsə atırlar, bütün redaksiya heyətini həbsə atırlar. Yəni, bugün Toplum TV hamısı Optum, bütün redaksiya üzvləri həbsxanada, Abzas Media hamısı həbsxanada, Meydan TV hamısı həbsxanada. Yəni, bu cür İlham Əliyev mediasız bir Azərbaycan yaradıb. Mən, digərləri və s. hamımız xaricdə, çünki Azərbaycanda biz repressiya məruz qaldıq, yaşaya bilmədik, qala bilmədik. Və baxın, Azərbaycanda mətbuatın həm də iqtisadi tərəfdən boğmaqla başladılar. Mətbuatın qazanc yeri reklamdır.
reklam alırsan, müstəqil redaktor siyasəti həyata keçirirsən. Reklamı siyasiləşdirdilər. Vəssalam. Macaristanda da eynisini etdi Orban. Bundan əvvəl mətbuat güclənirdi, azad idi, azad sözü var idi. Reklama qadağa qoydular ki, reklamı kim ala bilər, kim hakimiyyəti tənqid edirsə, reklamı geri çağırırlar. Eynilə Azərbaycanda baş verdiyi kimi. Vəssalam, müflisləşdi mətbuat, media qalmadı. Və bu hər halda bir, belə deyək də, elektoral avtokratiya yaratdı Viktor Orban və onu artıq 10 ildən çoxdur ki, bu cür diktator adlandırırlar. Hətta rəhmətlik kongresmen, ismini unuttum, John McCain onu faşist diktator adlandırmışdı. Çünki onun o nifrət saçması, başqa millət nümayəndələrinə qarşı, qadınlara qarşı, LGBT-yə qarşı, başqa millətlərə qarşı, mühacirlərə qarşı, yəni bunu faşizm adlandırırdı. Və baxın, bugün İlham Əliyev ona görə bunları dilə gətirə bilmir. O deyə bilmir ki, biz bir-birimizdən öyrənirik, biz birimizi çox yaxşı tanıyırıq. Macarıstan modeli çoxdan Azərbaycana tətbiq olunur. Azərbaycan modelinin ayrı-ayrı elementləri Macaristanda icra olunmaqda. Bunları deyə bilmir və ona görə uşaq kimi nümunələr gətirir ki, biz birimizə əslində nə ilə oxşayırıq. Gəlin ardına eşidək. Eyni çağırışlarla üz-üzəyik. Çağırışlar həqiqətən də var. Çağırışlardan biri, problemlərdən biri çağırış təzə sözdür. Çağırış problem demək istəmirsən. Ona görə çağırış deyəcəksən. Əslində problemlərdən biri, bilirsiniz, Orban həqiqətən Prezident Trumpın dəstəklədiyi adamlardan biri olub. Çünki Donald Trump hələ prezident olmazdan əvvəl Viktor Orban da bir neçə dəfə Amerika Birləşmiş Ştatlarına gəlmişdi, Texasda, başqa yerlərdə respublikaçıların qurultayında iştirak edirdi. Və həqiqətən hamı düşünürdü ki, Donald Trump prezident olduqdan sonra Orban onun yanına tərk etməyəcək. Amma siz görürsünüz artıq 100 gün çıxdı, 110 neçə gündür və Orban yoxdur. Nə Vaşinqtona gəlir, nə Trump onun bir dəfə də olsun adını çəkmir. Nəsə baş verib, mən də bilmirəm nəsə baş verib. Amma münasibət qırılıb, münasibətlər açıq-aydın pisləşib. Nə söhbətə mənə bir jurnalist kimi məlum deyil. Amma əminəm ki, bu da nə zamansa üzə çıxacaq. Hər halda Orbanın çəkisini artıran, qiymətini qaldıran həm də bu məqam idi ki, o Trump'ı hələ belə deyək, pis vaxtında dəstəkləyib, onun dəstəkçisi olub və ona görə də Orbanla yaxın olmaq Ağ Evə qapının açılması deməkdir. Bu kanalla Vaşinqton liderinə çıxmaq deməkdir. Bunlar da çəkildi. Siz xatırlayırsınız ki, Viktor Orban bir vaxt Bakıda yaxud Əliyevin iştirak etdiyi nə tədbir vardı, siz orada Viktor Orbanı görürdünüz. Türk Dövlətləri Birliyi Viktor Orban otururdu orada. Nə bilim, harda aş, orada baş. Amma bunlar da yığışdırılıb, çünki Orban həminki adam Orban deyil. Ümumiyyətlə, korrupsiyanın baş alıb getdiyi bir ölkənin çox böyük borcları var və Orban bundan cəmaatın başını qatmaq istəyir, başqa məsələlərlə, yəni dediyim kimi o şovinizmlə, millətçiliklə, nə bilim, digərlərinə, mühacirlərə nifrət saçmaqla və s. ki, adamlar əsas problemləri görməsinlər. Və bu baxımdan Viktor Orbanın çəkisi bugün xeyli azalmış olub. Amma bu o demək deyildir ki, o hələ Avropa deyildir və bu Aliyev kimi avtoritarlara imkan verir desinlər ki, mən Avropaya getdim, məni Avropa lideri qəbul etdi. Bundan əvvəl ümumiyyətlə Avropa Şurasının səhv etmirəmsə prezidenti idi. Məni filankəs prezident, Avropanın prezidenti qəbul edir və s. Gəlin biraz irəli gedək və eşidək daha nələr deyilir.
Gəlin Orban'da eşidək, görək Orban nə deyir. Dostlar, mən özüm də hələ bilmirəm. Deyəsən axırda səs düzəlmişdi. Okay, başa düşdüm. Təzə proqramda məni bağışlayız. Sadəcə olaraq öyrənirəm. Açığı elə yayımdan əvvəl Tural bəy məni başa salırdı ki, nəyi necə etmək. Onun üçün bəzən səs gedir, bəzən səs gəlir. Eksperiment edirəm, ona görə bağışlayız. Üzrlü sayız bu səsdə baş verən texniki problemlərlə bağlı. Belə ki, dostlar, Orbandan açığı mən Macaristana bir rəsmi səfər gözləyirdim. Yəni heç olmazsa belə deyək də, amma görünür Orban özü də bunda maraqlı deyil. Yəni görünür hələ ölkədə nələrsə qalıb və onlar istəməzlər ki, Azərbaycan kimi bir avtoritar ölkə rəsmi səfərə gəlsin. Aydındır ki, dövlət səfərinə daha doğrusu gəlsin ki, bütün xərcləri qarşılayan tərəf çəksin. Dedim ki, Macaristanın ciddi pul problemi var. Bu eyni zamanda siyasi problem yaradacaq ki, necə olur ki, bəs Orban'a belə dostları hamısı avtoritar çıxır. Başqa sözlə, bugün gördüyünüz bu səfər bir reallığı, bir gerçəkliyi əks etdirir ki, könül nə qədər istəsə də, amma edə də bilmir. Yəni bu cür dediyim kimi dövlət səfəri deyil, bir işçi səfərdir və belə. Yəni heç şübhəsiz ki, Orban'ın Əliyev üçün yeri xüsusidir. Amma bugün Orban dediyim kimi həminki Orban deyildir. Əlbəttə heç kəs qarantiya verə bilməz ki, sabah yenidən prezident Trump barışmayacaq, yaxud yenidən yaxınlaşmayacaq prezident Orban'la. Bunlar da ola bilir. Sadəcə olaraq bugünün reallığı bundan ibarətdir ki, Əliyevin dostları bir-bir aradan çıxırlar. Ya nüfuzlarını itirirlər, ya Robert Fico görürsünüz kimi dağılır meydanlar, onun etiraz edirlər, onun istifasını istəyirlər. Ya Vučićin
o nümunəsində olduğu kimi ki, orada da etirazlar var, Rusiya yaxınlığı ilə bağlı. Və yeri gəlmişkən bu gün Amerika Birləşmiş Ştatlarında Prezident Trump'ın da hakimiyyəti elə buna görə ciddi tənqid olunmaqdadır. Bugün Amerika Birləşmiş Ştatlarının Senatının Xarici Əlaqələr Komitəsində dövlət katibi Marco Rubio'nun ifadəsi olub. Açığı mən heç xatırlamıram ki, bu ifadə bu dərəcədə, bu dinləmə bu dərəcədə gərginlik şəraitində keçsin. Məsələn, bundan əvvəl ki, biz dövlət katibinin ifadəsini sizə göstərmişdim. Onda da doğrudur, etirazçılar zala daxil olurdular, qışqırırdılar, çıxırdılar. Amma bu dəfə isə qışqırmaq etirazçılar yox, elə konqresmenlər özlərinin arasında, yəni əməlli başlı o dərəcədə shouting, yəni qışqırırlar. Həm Rubio qışqırır, həm konqresmenlər qışqırır. Nə baş verib, nəyə görədir bu narazılıq? Əvvəla bilirsiniz ki, Marco Rubio özü keçmiş konqresmendir. O özü də bu zalda oturub, o özü də bu cür dinləmələrdə iştirak edirdi. Konqresdə olanların əksəriyyəti onu, yəni aydındır ki, hamı onu tanıyır, dostları çox idi və həqiqətən də Trump administrasiyasında ən çox səs toplayan Marco Rubio idi. Prezident Trump özü də Marco Rubio'ya çox böyük əhəmiyyət verir. Hətta bu yaxınlarda Prezident Trump belə bir fikir işlətdi. Dedi ki, mənim nə problemim olur, mən Marco'ya zəng edirəm, Marco Rubio'ya zəng edirəm. O da məsələni həll edir. Və bugün Marco Rubio bir neçə vəzifə icra etməkdədir. O həm dövlət katibidir, həm ABŞ-ın milli təhlükəsizlik müşaviridir ki, bu tarixdə ancaq bir dəfə olub. Henry Kissinger'ın dönəmində o bir müddət həm dövlət katibi olub, həm milli təhlükəsizlik müşaviri olub. İndi məlum deyildir bu iki böyük vəzifəni Marco Rubio bundan sonra da icra edəcəkmi, yoxsa bu müvəqqətidirmi? Hər halda Prezident Trump özü dedi ki, tarixdə belə bir şey olub, niyə görə olmasın ki? Yəni bu sanki ona bənzəyir ki, tələsmir, hələ uzun müddət bəlkə də ümumiyyətlə bütün administrasiyası dönəmində də ola bilər. Eyni zamanda Marco Rubio bugün USAID'in koordinatorudur. Bilirsiniz ki, USAID təxirə düşdü, bağlandı və çox kiçik bir departament olaraq ABŞ Dövlət Departamentindən qaldı. O da həvalə olunub Marco Rubio. Yəni vəzifəsi çoxdur. Arxivin rəhbəridir və s. Yəni bu qədər bir çox vəzifə icra etməkdə olan bir şəxs bugün faktiki olaraq Trump administrasiyası dönəminin ilk əsas bir dinləməsidir ABŞ Senatında və o çox ciddi bir müqavimət şəraitində keçdi və konqresmenlər deyirlər ki, üzünə deyirlər ki, Marco Rubio ki, mən peşmanam ki, mən sənin nominasiyana hə demişəm, sənə səs vermişəm, çünki sən bizim ümidlərimizi doğrultmursan. Əsas hansı məsələlərdədir? Əsasən bu ABŞ administrasiyasının xarici siyasəti ilə bağlıdır. Konqresmenlər belə deyirlər ki, bugün sizin fəaliyyətiniz nəticəsində ABŞ-ın nüfuzu düşüb, ABŞ bayraqları yerə enib, bizim xarici yardımımız kəsilib. Bu mühacirətlə bağlı məsələlərin çözülməsinə görədir. Çox ciddi deportasiyalar, onlar üçün problemlərin yaradılması, bu ümumən müttəfiqlərin uzaqlaşdırılması ABŞ-dan, qeyri-müttəfiqlərin, düşmənlərin isə o cümlədən Rusiyanın müttəfiq kimi qəbul edilməsidir və eyni zamanda Rusiya-Ukrayna müharibəsini həll edə bilməməsi və Rusiya rəhbərliyinə ciddi təzyiq göstərmədiyinə görə bu cür müqavimət, bu cür narazılıq dilə gətirildi. Amma eyni zamanda respublikaçıları isə tərifləyirdilər Marco Rubio'nun gördükləri işləri, ona dəstək olurdular. Bax, bu cür demək olar. Gəliz ayrı-ayrı hissələri bir yerdə izləyək. Mən biləm bu olmalıdır. Görək, budurmu? Yox, özür istəyirəm. Lindsey Graham, yəqin ki tanıyırsınız.
senator Graham bu yaxınlarda Ukraynada da olmuşdu. Və eyni zamanda Dövlət Departamentindəki ixtisarlardan danışır ki, həqiqətən də bugün ixtisarlarının sayının çox olması və necə təsirləndirir. Suriya ilə bağlı ciddi tənqid olunub. Yeri gəlmişkən dostlar, mən buna da toxunmaq istəyirəm. Yəni faktiki, baxın biz biraz əvvəl Marco Rubio'dan danışırdıq. Marco Rubio'nu bu cür üzr istəyirəm, Viktor Orban'dan danışırdıq və İlham Əliyev bu cür tərifləyirdi Viktor Orban'ı. Amma bu da faktor ki, Viktor Orban həm də müsəlmanlara qarşı çox sərt, pis münasibəti ilə ad çıxarıb. Yəni o açıq-aydın xristianlığı təbliğ edən bir adamdır. Onun ideologiyasının vacib bir hissəsi bundan ibarətdir ki, biz xristianlaşdırmalıyıq Macarıstanı, müsəlman əhalini sıxışdırır və Suriyada da bax eynisi, yəni ki, hesab edir ki, başqa ölkələrə ərazi iddiaları irəli sürür. Suriya hesab edir ki, onlarınkidir. Yəni bütün bu faktlar var. İndi İlham Əliyev bunu tərifləyir ki, bizim mövqeyimiz üstə düşür, dəyərlərimiz üstə düşür. Bu dəyərlərin biri də bundan ibarətdir. Yəni biz müsəlmanları heçdən görən bir şəxsə necə bu qədər tərif yağdırmaq olar? Yaxşı, Azərbaycanda hamı bunu bilmir, amma bir gedin Google-da axtarış verin, görürsünüz ki, müsəlmanlar haqqında Orban nələr deyir, yaxud nələr demir. Yəni bu cür irqçi, bu qədər şovinist, LGBT-ləri qadağan edən, insan hüquqlarını qadağan edən, mətbuatı bağladan, vətəndaş cəmiyyətini məhv edən bir şəxsi niyə nümunə olmalıdır İlham Əliyevə? Niyə Azərbaycan üçün bu prioritet olmalıdır? Ona görə ki, Əliyevin maraqları heç də Azərbaycanın maraqları deyil. Onları bağlayan tellər də bundan ibarətdir ki, hakimiyyətdə qalmağın yolunu tapmış bir adam. Bəli, Əliyev çox istərdi ki, Avropa Orbanlaşsın, Amerika Orbanlaşsın, başqaları da bu nümunədən ibrət dərsi götürsünlər. Onlar da Orban kimi hakimiyyətdə qalsınlar. Ümumiyyətlə, Macarıstan tarixinə baxın, 2010-cu ildə sonuncu dəfə seçilib, artıq 15 ildir və getmək niyyəti də yoxdur. Bax, budur bunların idealı. Yəni, bugün Əliyevi bunlar çıxarır, aparır Macaristana. Görək, tapa biləcəmmi? Gəlin izləyək. Deyir ki, bizim Suriya ilə bağlı ona sual verirlər və o deyir ki, biz Türkiyədədir bizim əsas kontingentimiz, bizim işçilərimiz, diplomatlarımız. Onlar bizə deyirlər ki, yerdə vəziyyət nədən ibarətdir? Bu xanım danışır ki, necə USAID-in bağlanması nəticəsində nə qədər adam bundan təsirlənib. Avropada, Afrikada uşaqlara vaksin vurulmur, xəstəliklər yayılır, ABŞ-ın bayrağı aşağı endirilir. Adamlar deyirlər ki, biz bu ölkə ilə əməkdaşlıq etmək istəmirik. Və siz Müdafiə Nazirliyi həmişə deyir ki, biz xidmət edirik bu ölkəyə. Deyir ki, biz hələ də vaksin proqramlarını həyata keçiririk. Vərəmlə bağlı, AIDS xəstəliyi ilə bağlı. Bizim etdiyimiz odur ki, biz münasibətlərimizi, bu ölkələrin münasibəti yenidən nəzərdən keçiririk. Ona görə ki, bir çoxları, məsəl üçün, Dünya Səhiyyə Təşkilatı özü edir. Məsəl üçün, COVID-in dönəmində olduğu kimi biz həm də alternativləri üzə çıxartmağa çalışırıq.
Rusiya Rusiya sanksiyadan söhbət gedir. Gəlin bu hissəni biraz əvvəldən eşidək. Senator ümumiyyətlə gəlin eşidək. Sizin dediyiniz heç nə. Sizin dediklərinizi icra etmək üçün vacib idimi ki, biz necə imkan verə bilər ki, uşaqlar ölsünlər? Axı bu baş verməkdədir. Xahiş edir, ayıraq bu iki sualları ki, biz departamentdə islahatlar aparılmalıdırmı və s. və digər tərəfdən də biz bu katastrofanın və bu cür qeyri-qanuni yolla etmək ki, bunun nəticəsində adamlar həyatını itirir, ölür uşaqlar. Və eyni zamanda Amerika özünün mötəbər partnyorlarını itirməkdədir. Xahiş edirəm, ayırırız bu iki sualı və elə bir qanun yazın ki, biz ona səs verə bilək. Gələk Rusiya-Ukrayna məsələsini eşidək. Bəli, komitə özləri hesab edirlər ki, yumuşaq güc daha yaxşı məsələləri həll etməyə imkan verir. Siz deyə bilər, əgər siz uşaqların həyatını xilas edə bilərsinizsə, adamları məsəl üçün vaksinin davam elətdirməsi, bunlar vacibdir. Amma sual verək ki, bu xəstəliklər bəs necə başladı? Daha çox orada başlayır. Mən daha az uşağın acı olmasını istəyirəm, daha az uşağın ölməsini istəyirəm. Bu başqa məsələdə həm eyni zamanda milli təhlükəsizlik məsələsidir. Yəni, həqiqətən də əgər biz eyni planetdə yaşayırıq, əgər sən Afrikada tutaq ki, peyvəndləmirsənsə, bu aydındır ki, uşaqlar arasında, böyüklər arasında xəstəliklər yayılır və fərqi yoxdur sən hansı ölkədə yaşayırsan, bu sənin də ölkənə gəlir, çıxır. Yəni, bu bumerangdır. Ona görə sən bunu belə demək doğru deyil ki, məsəl üçün Afrikada dayandırdın və salam pul qazandım. Onsuz da sənin pulun sonra nəticə etibarilə həmin xəstəliyin artıq sənin öz ərazində onunla mübarizə aparmağa sərf olmuş olur. Gəlin, baxaq görək Rusiya-Ukrayna hissəsinə gəlib çatmalıyıq indi. Marko, sənin etdiklərin, amma eyni zamanda respublikaçıdır bildiyiniz kimi, deyir ki, Marko Rubio, sənin etdiklərin çoxdan gözlənilən islahatlardır, çox iş görmək lazımdır və biz dollarımızı daha ağıllı sərf etməliyik. Əgər siz müharibədən artıq bezmisinizsə, bəli, biz görürük terrorçular necə adamları cəlb edirlər. Mən bir neçə suala keçəcəm. Sizcə Suriyadakı sanksiyaları qaldırmaq bizim marağımızdadırmı? Bəli. Siz etiraz edirsinizmi? Siz etiraz etmisinizmi ki, Suriya nə zamansa çıxarılsın terrorçu təşkilatlar siyahısına? Bu sizin mövqeyinizdirmi ki, nüvə silahın yayılmamasına dair qərar bizim milli təhlükəsizliyimizə uyğundur? Bəli. Yəni, İranla olan sövdələşmə. Əgər siz bunu edirsinizsə, bunu belə cəmləşdirmək olarmı? Elə bir şey ki, mülki nüvə davam etsin, amma siz deyirsiniz ki, siz bu müharibəni ədalətsiz adlandırırsınız. Siz hesab edirsinizmi ki, Rusiyanın Ukraynada etdikləri Çini də Tayvanla bağlı etməyə sövq edə bilər? Bəli, bu onun davamı ola bilər. Çünki bu həm də bizim və eyni zamanda bizim müttəfiqlərimizin resurslarını yeməkdədir. Ona görə razıyam sizlə. Rusiyaya gəldikdə, sizcə Putin sülhə hazırdırmı? Məncə elə gəlir ki, Putin onun marağında olanları edir.
onun üçün, özü üçün, ölkəsi üçün. Mən elə gəlir ki, səmimi olaraq o deyir ki, yeni təklif tətbiq edəcək ki, atəşkəs haqqında və daha geniş danışıqlara gətirib çıxaracaq. Mən onun kontekstini bilmirəm və bilmirəm ki, onunla bağlı olaraq mövqeyi nədir. Siz deyirsiniz ki, bu sanksiyalar kömək etməli idi. Biz burada doğru cavab tapmağa çalışırıq. Bu bizimlə administrasiya arasında rəqabət deyil. Biz sadəcə kömək edirik ki, müharibəni necə dayandırmaq olar. Mənim sualım isə belədir. Bir neçə həftə sonra biz biləcəyikmi, o Rusiya ciddidirmi yoxsa yox? Siz inanırsınızmı ki, Çinə qarşı olan tariflər Rusiya neftini, ucuz Rus neftini almaqla, əgər buna görə Çinə sanksiya tətbiq olunarsa, bu kömək edərdimi vəziyyətə? 500% tarif, bəli, məncə. Siz razısınızmı ki, Çin əgər kölgə donanmasına neft almaqda dayandırarsa, məncə bunu çoxları başa düşür, o cümlədən biz Avropalı həmkarlarımız da başa düşür ki, Rusiya Çinin yardımı olmasa bu müharibəni apara bilməz. Sizcə Avropa ciddidirmi öz tərəfindən? Rusiya qarşı olan sanksiyalar məsələsində ki, bu müharibə dayansın. Bəli, biz onları bu həftə görüşmüşük və onlar bu yoldadırlar ki, ola bilsin ki, bu həftənin ortasında əlavə sanksiyalar tətbiq edəcəklər Rusiyaya. Çox sağ olun. Bəli, mən gəliz bunu burada dayandırım. Bilmirəm sizə maraqlıdırmı, maraqlı deyilmi? Hər halda təxminən 3 saatlıq dinləmədir. Mən sizə söz verirəm ki, özüm siz yəqin ki, səsini eşitmirsiniz, amma mən hələ də eşidirəm. Bir dəqiqə. Hər halda mən çalışacağım bunu bir də axıracan izləyim. Bütün maraqlı məqamlarını sizə göstərim. Əlbəttə bu o şey ki, konqresin içərisindədir ki, dinlənmə iki cür olur, ya açıq, publik, ya da ki, bağlı qapı arxasında. Bağlı qapı arxasında mən də düşə bilmirəm, aydındır, amma publik də çox maraqlı olur. Yəni, ola bilsin ki, tam həssas mövzular orada müzakirə olunmur, amma hər halda sizə çox şeydən xəbər vermiş olur ki, konqresin özündə bu qarşı durma nə haqqındadır? Nəyə görə prezident Trump gördüyünüz kimi bəzən siyasətini dəyişmək məcburiyyətində qalır və hətta öz respublikaçılar, senatorlar və konqresmenlər nələr düşünürlər və bu ortada həqiqətən ciddi narazılıqlar var. Rusiya-Ukrayna müharibəsi ilə bağlı, Avropada münasibətlərlə bağlı və s. və ilaxır və bu əlbəttə ki, çox sağlam bir debatdır və bu kursu dəyişməyə kömək edir. Yəni, könül istər ki, Azərbaycanda bunun da necəsə bir modeli olsun, bir cəmiyyətdə dialoq olsun. Aydındır ki, heç bir dialoq yoxdur. Yəni, heç kəslə danışmırlar, heç kəsə hesabat vermirlər, heç bir şəffaflıq yoxdur. Bilmirəm, siz nə zamansa görmüsünüzmü ki, Azərbaycanın hansısa məmuru gəlib haradasa hesabat versin, yaxud ifadə versin. Bax, bu saat burada ABŞ senatında olduğu kimi onu bu cür çək çevirəsinlər, divara dirəsinlər, çətin suallar versinlər ki, sizin apardığınız siyasətə görə bizim başımız bugün bütün dünyada ağrımaqdadır. Kaş mən sənə səs verməyəydim və s. Yəni, belə şeylər deyirlər konqresmenlər. Və bilirsiniz, və eyni zamanda Marco Rubio ən çox iradı bundan ibarətdir ki, nəyə görə dayandırmır? Yəni, sən bizlərdən birisən, nəyə görə sən buna yol verirsən, nəyə görə sən bunu dayandırmırsan? Və mənə gəlir ki, Marco Rubio öz qərarını vermiş kimi görsənir. Yəni, o da fərqindədir ki, əgər belə deyək, qarşı gedərsə, yaxud etiraz edərsə, o da öz postunu itirə bilər. İndi məlum olur ki, bir yox, 4-5 dənə postu var, hamısını birdən-birə itirə bilər və itirsə nə olacaq? Konqresə mi qayıdacaq, yenə qayıda biləcəkmi və s. Bax, belə. Mən bunu burada dayandırmaq istəyirəm. Təşəkkür edirəm ki, keçən bu saatında mənimlə idiniz, qulaq asırdınız. Lütfən ayrılmazdan əvvəl bəyənin ki, sabah səhər
Azərbaycanda başqa yerlərdə oynananlar, YouTube-a qoşulanlar bu yayımı izləyə bilsinlər. Mən sizə bir də sabah qayıdacağam. Allah'a əmanət və salamat qalın.